وتفقد الطير فقال ما لي لا أرى الهدهد أم كان من الغائبين لأعذبنه عذابا شديدا أو لأذبحنه أو لياتيني بسلطان مبين فمكث غير بعيد فقال أحطت بما لم تحط به وجئتك من سبأ بنبأ يقين إني وجدت امرأة تملكهم وأوتيت من كل شيء ولها عرش عظيم وجدتها وقومها يسجدون للشمس من دون الله وزين لهم الشيطان أعمالهم فصدهم عن السبيل فهم لا يهتدون ألا يسجدوا Peyğəmbər s.ə.v dünyasını dəyişdikdən sonra İslam xilafətinə başçılıq edən 4 dənə xəlifənin ardıcıllığı və kimlər idi? Əbu Bakr radiyallahu anhu, Ömər radiyallahu anhu, Osman radiyallahu anhu və Ali radiyallahu anhu. Təvhid nədir və neçə qismi var? İbadətdə Allahı təhlimək, tövhidin 3 qismi var: rububiyyə, uluhiyyə, əsma və sifat. Əhsən. İbadətin qəbul olması üçün neçə şərtlər və hansılardır? Peyğəmbər sallallahu aleyhi ve sellem'in sünnəsinə uyğun olmalıdır əməl, ikincisi də ixlaslı olmalıdır. Sevgili Peyğəmbərimiz sallallahu aleyhi ve sellemin 4 dənə məşhur adı var. Bu adları kimlər saya bilər? Əhməd, Mahmud, Mustafa, Muhammed. 4 səmavi kitablar hansılardır və kimlərə nazil oldu? Zabur, Davud aleyhisselama, Tevrat, Musa aleyhisselama, İncil, İsa aleyhisselama, Kur'an-ı Kerim, Muhammed sallallahu aleyhi ve sellem. İslamın 5 rukunu hansılardır? Kəlmə-i şəhadət, namaz, oruç, zəkat, həcc.